Həzrət Məsumə salamullahi aleyhanın vəfat günüdür bugün. Mədinədə yaşamaq mümkün olmur Əhl-i Beyt üçün. Ən çətin dövrlərdən biridir. Əhl-i Beytin xanımları, İmam Musa Kazımın qızları evdə neçəsində bir paltarı var idi, namaz paltarı. Ki biri qılırdı, sonra onu bayrada çıxa bilmirdilər. Bir paltar bir ailəyə qarət edirdilər, təzyiq, təqib. Çox zülümlər o dövrdə Əhl-i Beytə qarşı olub. Fikir verin ki, Azərbaycanın da dəyəri bundadır ki, o zaman bu ərazilərə köç edirlər və pənah gətirirlər və Azərbaycan qucaq açır Əhl-i Beytə. Və ona görə də bura Əhl-i Beyt diyarı olub tarixən və bugün çox dəridən qabıqdan çıxır bəzi o radikal cərəyanlar ki, bu dəyərdən bizi ayırsınlar. Öz vətənlərində yeri dar elədilər onlara, onlar bura pənah gətirə bildilər. Ona görə də bu ziyarətgahları həmişə çalışaq boş qoymayaq, çünki bunlar bizim mənəvi sərmayəmizdir. Bu övladlar içində İmam Musa ibn Cəfərin qızı Fatimə Məsumə də var idi ki, o başqalarından seçilirdi. Hamısından daha fəzilətli sayılırdı. İş belə yerə çatırdı ki, gəlmişdilər uzaq yerdən İmam Musa Kazım əleyhissalama suallar ünvanlamağa, məktublar. Deyir, İmam Musa ibn Cəfər evdə yox idi. Xanım Məsumə 9-10 yaşı var idi. 8-10 yaşı. Dedi ki, məktubları mənə verin. Bütün məktublarda olan sualları cavablandırdı. Səhər götürdülər. Gedəndə yolda İmam Musa Kazım gördülər. Dedilər, biz sizi görə bilmədik, qızınız cavab verdi. Dedi, verin baxın. Baxdı, oxudu, deyir, oxudu, dedi, fədaha əbuha, atası ona fəda olsun, atası ona qurban olsun ki, necə dəqiqliklə bütün sualları cavablandırıb. Elm və mərifət çeşməsidir Həzrəti Məsumə salamullahi aleyha və onun da hicrəti Mədinədən Quma gəlib çıxması bizim ərazilərdə, yəni bura bizə yaxın ərazilərdə, oralar da elə. Özü də bir hikmət əsasındaydı. Bəzi mənbələrdə var ki, bəziləri onu qəbul eləmir, amma var belə ki, İmam Rıza ona məktub yazıb ki, gəl. Və onun gəlməyə bir hicrət idi. O elə yollarla gəlir ki, Əhl-i Beyt tərəfdarları yaşayan, İmam Rıza'ya imkan verməmişlər. İmam Rıza'nı elə yoldan aparmışdılar ki, orada Əhl-i Beyt tərəfdarları olmasın. Oradan aparmışlar. Amma bu gəlir o şəhərlərdən keçir və o karvanı ilə, böyük bir karvanla gəlir və yenidən elə bil Əhl-i Beyt marifini dirildir. Onların hər biri o zaman vücudunun təsiri var idi. İş o yerə çatır ki, məmun adam göndərir o karvanını qarət eləməyə, yəni vurmağa, öldürməyə. Yazmışdım mən 23 nəfər şəhid edirlər o karvanla, Həzrəti Məsumənin karvanından. Həzrəti Məsumə də gəlir qumda xəstələnir və vəfat eləyir. Allah bizi Həzrəti Məsumədən, Əhl-i Beytdən kənara salmasın inşallah. Allah dünyada onların ziyarətindən, qiyamətdə şəfaətindən bizi binəsib eləməsin.